Salam əziz tələbələr, hər birinizə xoş gördük. Mən Cəfər Dövran. Bugün sizlərlə birlikdə 27 oktyabr tarixində keçirilən sınaq imtahanının izahına diqqət yetirəcək. Vaxt itirmədən 46-cı sualdan başlayaq. Samir öz kitablarını qaydaya salmaq fikrinə düşdü və 5 kitabın çatışmadığını aşkar etdi. Mark Twainin cildliyi, İnformatikadan 1000 qızıl qayda kitabı, Andersonun nağıllar toplusu, Biancanın hekayələri, təmsilləri və Pushkinin şeirlər toplusu. Samir bu kitabları kiməsə verdiyini xatırlayırdı. Onun bu haqda fikirləri belə idi. O kitabları yalnız Akifə, Firiduna, İlqarəyə, Kəmaləyə və Vüqara verirdi. O dostlarına kitabları tək-tək vermək qaydasına həmişə ciddi əməl edirdi. Həm də yalnız əvvəlki kitab qaytarıldığı təqdirdə sonrakını verirdi. Firidun bir dəfə ondan İnformatikadan 1000 qızıl qayda kitabını götürmüşdü. Ancaq çoxdan qaytarmışdı. Belə ki, həmin kitab Firidunda deyildi. Akifin ədəbiyyatda ən çox sevdiyi Pushkinin şeirləri və Mark Twainin hekayələridir. Akif başqa müəlliflərin kitablarını götürə bilməzdi. Kəmalə heyvanlar haqqında hekayələrə üstünlük verir. Buna əsasən, yuxarıda biz baxsaq, heyvanlar haqqında hekayə sadəcə Biancanın hekayələridir. Bəs bu nəticəyə necə gəlirik biz? Çünki mötəzələrin içərisində bizə yazılmışdır təmsillər. Təmsillər də biz bilirik ki, heyvanlar haqqında hekayələr deməkdir. Ona gətirib 5-ci şərtdə Kəmalənin qarşısına yazırıq bir Bianca. Deyir ki, Biancanın hekayələri Kəmalədədir. İlqarə yalnız nağıllar və informatika haqqında kitablar oxuyur. Vüqar sadiq poeziya pərəstişkardır. Buradan neyvələrlə nəticə gəlir ki, biz poeziya dedikdə şeirlər toplusunu nəzərdə tuturuq. Yuxarı isə bizim şeirlər toplusu sadəcə və sadəcə Pushkinə məxsusdur. Onda deyir ki, Pushkinin şeirlər toplusu Vüqardadır. Buraya yazırıq Pushkinin şeirlər toplusu. Bunu yazıq bura. Akifin ədəbiyyatda ən çox sevdiyi Pushkinin şeirləri və Mark Twainin hekayələridir. Pushkinin şeirlər toplusu Vüqara aid olduğu üçün onda Akifə nə qalır? Mark Twainin hekayələri. Bunu da buradan təbii ki, fərqləndiririk. Artıq biz Kəmalənin, Akifin, Vüqarın hansı kitabları götürdüyünü bilirik. Gəlib cavab variantlarına baxsaq, deyir ki, Kəmalə Biancanın hekayələri doğrudur. Vüqar Pushkinin şeirləri doğrudur. Sonra Akif isə Mark Twainin nə olmalıdır? Hekayələr olmalıdır. Doğrudur. A variantı doğrudur. B variantına baxıram. Akifə yazıb Andersonun nağılları. Biz nə dedik? Akifdə Mark Twainin hekayələridir. Ancaq B variantını istər yaparıq. Gəlir C variantına. Akif Mark Twainin hekayələri doğrudur. Sonra baxırıq. Kəmalə Biancanın hekayələri doğrudur. Vüqarda isə yazıb İnformatikadan 1000 qızıl qayda. Xeyr. Vüqarda nə idi bizdə? Pushkinin şeirləri idi. Ancaq C variantını istər yaparıq. D variantına baxırıq. Akifə yazıb Mark Twainin hekayələri doğrudur. İlqarəyə yazıb İnformatikadan 1000 qızıl qayda. Amma İlqarədə nə olmalıydı bizdə? Diqqət etirsəz baxın, İlqarədə bizdə nağıllar və informatika haqqında kitab olacaqdı. Bəli, ola bilər. Kəmaləyə yazıb Andersonun nağılları, amma Kəmalədə nə idi bizdə? Baxın, Biancanın hekayələri idi. Ona görə D variantını ekstra yaparıq. Gəlir E variantına. Deyir ki, bəli, Akifdə Mark Twainin hekayələri doğrudur. Kəmalədə Biancanın hekayələri doğrudur. Vüqarda isə nə idi? Vüqarda Pushkinin şeirləri idi. Bura nə yazıb? Vüqara Andersonun nağılları. Yanlışdır. Y variantına getdi. Geriyə qalıb bir variantı. Deyir ki, bəli, Akifdə Mark Twainin hekayələri idi. Kəmalədə Biancanın hekayələri idi. Vüqarda Pushkinin şeirləri idi. Yuxarıya diqqət etsəz, bizə üçüncü şərtdə deyir ki, Firidun bir dəfə ondan İnformatikadan 1000 qızıl qayda kitabını götürmüşdü. Ancaq çoxdan qaytarmışdı. Yəni Firidunda İnformatikadan 1000 qızıl qayda kitabı yoxdursa, o olacaq bizdə İlqarədə, A variantda yazıldığı kimi. Firiduna da qalıb geriyə qalan Andersonun nağılları. Cavabımız olur A variantı. Yəni bir sözlə şərtlərə baxırıq, nəticə çıxardırıq və cavab variantlarını ixtisar yaparaq A variantını almış oluruq. Keçirik 47-ci suala. 47-ci suala baxaq. Ondan 22 almaq üçün üzərinə 12 gələrik. 22-nin üzərinə 41 gəlsə 63 alırıq. 63-ün üzərinə 205 gəlsə 268 alırıq. Yuxarı isə diqqət etsək, heç bir qanuna uyğunluğumuz yoxdur. Bizim də qaydamız bu idi ki, əgər biz yuxarıdan qanuna uyğunluq ala bilmiriksə, bu zaman aşağıdan ədədlərin rəqəminə baxırıq. Yəni, ona biz 1 və 0 kimi baxırıq. 1 ilə 0-ın cəmi bizə 1 verir. 2 ilə 2-nin cəmi bizə 4 verir. 6 ilə 3-ün cəmi bizə 9 verir. 2, 6, 8-in cəmi bizə 16 verir. Diqqət etsək, 1, 4, 9, 16 rəqəmləri bizə yad rəqəmlər deyil. Biz 1-i 1-in kvadratı kimi, 4-ü 2-nin kvadratı kimi, 9-u 3-ün kvadratı, 16-nı isə 4-ün kvadratı kimi göstərə bilərik. Diqqət etsə ardıcıllığımız 1, 2, 3, 4 formasında gedir.
Onda gəlir sual işarəsininə. Deyir 5-in kvadratı 25 olsun və sual işarəsininə elə bir ədəd yazaq ki, rəqəmlər cəmi bu 25-ə bərabər olsun. O da bizə B variantına uyğun gəlir. 8-də 9-un cəmi edir 17. 17-nin üzərinə 8 gəlirik, bərabər olur 27-yə. Cavabımız oldu B variantı. Keçid edirik 48-ci suala. Qanuna uyğun müəyyən və qısaların əvəzinə uyğun olan cavab variantını müəyyənləşdirin. Bu bizdə riyazi əməllərdə 62-ci sualla eynilik təşkil edir. 48-ci sualın izahına baxırsınız, sonra çevirirsiniz riyazi əməllər mövzusundan. 62-ci sualı tapırsınız və həminki misal biz tapşırıq olaraq verirəm. Sinifdə hər birinizdən bir-bir soruşacağım necə həll olunduğunu. İndidən buna baxın, daha yaxşı mənimsəyin ki, 62-ci sualda da heç bir çətinlik çəkməyəsiniz. Bu tipli suallara ilk olaraq bərabərliyin sol tərəfində baxırdıq. Operatorun solunda 10, sağında x vardı. Onda gətiririk, operatorun soluna 10 yazırıq, sağına x yazırıq. A-mız oldu 10, B-miz oldu x. Buradan nə alırıq? 2-ni 10'a vururuq, 20, üzərinə gəlsin 3x, üzərinə gəlsin 2. Nəticə olaraq alırıq ki, 22, üzərinə gəlsin 3x. Bərabərliyin sol tərəfi bizdə oldu 22, üzərinə gəlsin 3x. Görək bu nəyə bərabərdir? Keçirib bərabərliyin sağ tərəfinə 4 və 6-ya. Operatorun solunda 4, sağında 6-dır. Onda A-nın yerinə 4 yazırıq, B-nin yerinə 6 yazırıq. A-nın yerinə 4, B-nin yerinə 6 yazırıq. 2-ni 4-ə vururuq, 8, 3-ü 6-ya vururuq, 18. Üzərinə də 2 gəlirik, bərabər olur 28-ə. Deyək ki, bərabərliyin sağ tərəfindən 4 operator 6 bərabər oldu 28-ə. 22 üzərinə gəlsin 3x bərabər 28. 3x bərabər olur 28 çıx 22, yəni 6-ya. X də bərabərdir 6 bölünsün 3, yəni 2-yə. X-imiz oldu 2. Keçid edirik 49-cu suala. Şəkil ardıcılıqlarına ait bir sualdır. İlk olaraq qara üstü-bucaqdan başlayacaq. Deyək ki, sağ dəqiqəvi istiqamətində qara üstü-bucağımız 90 dərəcə fırlanır. Və yaxud da addım-addımda bunu həll edə bilərik. Deyək ki, sağa doğru bir addım gəldi. Baxın, durdu burada. Bir addım aşağı doğru indi. Gəlir durur, sağ aşağı küncdə. İndi bir addım sola doğru hərəkət edər, gələr durar. Sol aşağı küncdə baxın bu hissədə. Ona uyğun olaraq A variantlar deyək yerindədir, C variantı yerindədir, D variantı yerindədir, K variantı yerindədir. B variantını ixtisar var. Çünki niyə? Həminki yerdə ağ üstü-bucaq durur. Keçid edirik indi eyni ilə ağ üstü-bucağa baxmağa. Ağ üstü-bucağımız da eyni qaydada saat əqrəbi istiqamətində 90 dərəcə irəliləyir. Bunu necə müəyyən edirik? Deyək ki, bucağımız bir addım sola doğru sürüşdü. Gəlir durdu, sol aşağı küncdə. Sonra bir adım yuxarı doğru qalxdı. Gəldi durdu, sol yuxarı küncdə baxın. İndi üstü-bucağımız bir addım sağa doğru irəliləyəcək, gəlib duracaq sağ yuxarı küncdə. Buna uyğun baxsaq, A variantı, C variantı, Y variantı doğrudur. Sadəcə D variantında üstü-bucağın istiqaməti yanlış seçilib. D variantı getdi. Geriyə qaldı A, C, Y. Bizdə də geriyə bir əməliyyatımız qalıb. O da nədir? Dairənin içərisindəki düzbucaqlı xəttimiz. Həmin xəttə diqqət etsək, xəttimiz saat əqrəbinin tərsi istiqamətdə bir addım sağa doğru irəliləyib. Sonra bir addım aşağı doğru irəliləyib, gəlib düşüb sol aşağı küncə. İndi bir addım sağa doğru gedəcək, düşəcək sağ aşağı küncə. A variantında olduğu kimi. Düzgün cavabımız elə olar A variantı. Keçid edirik 50-ci suala. 50-ci sualda 5 operator 57 bərabərdir 47-yə, operator 49 bərabərdir 49-a, operator 35 bərabərdir 23-ə, operator 16 bərabərdir sual işarəsinə. Biz operator 57 də deyə bilərik buna. Operator 5-7 də deyə bilərik. 5-7 kimi baxsaq, 5-i 7-yə vuranda 35 edir. 5 də 7-nin cəmisi bizə verir 12. 35 də 12-nin cəmi bizə verir 47. Gəlir ikinciyə. 3-ü vururuq 5-ə. 15. 3 də 5-in cəmi 8. 15 də 8-in cəmi bizə verər 23. 4-ü 9-a vursaq 36. 4 ilə 9-un cəmi bizə verir 13. 36 ilə 13-ün cəmi 49. Gəldik bura. 1-i 6-ya vuraq ilk olaraq 6 alaq. 1 də 6-nın cəmi bizə versin 7. 6 ilə 7-nin cəmi verir bizə 13. Cavabımız oldu 13. Keçid edirik 51-ci suala. 51-ci suala diqqət etsək, bizim ilk olaraq bu iki xalqamız kisilərək sağ tərəfdəki formasını alır. Sonra kiçik halqalarımız isə böyüyərək sağ tərəfdəki formasını alır. Son olaraq böyük halqamız kiçilib sağ tərəfdəki kiçik halqa formasını alır. Bir sözlə böyüklər kiçilib, kiçiklər isə böyüyüb.
Ona deyək ki, bizim bu 3 halqamız kiçiləcək. Digər bu 2 halqamız isə böyüyəcək. Buna uyğun cavab variantı axtarırıq. O da uyğun gəlir B variantına. Keçid edirik 52-ci suala. Şifrələrə aid bir sualdır. Demişdik ki, birinci sırada duran hərflərə uyğun olaraq birinci sırada duran rəqəmlər şifrə olaraq götürəcək. İkinci sırada duran hərflərə ikinci sırada duran rəqəmlər, üstdə duran hərflərə uyğun olaraq üstdə duran rəqəmlər, sonuncu sırada duran hərflərə uyğun olaraq sonuncu sırada duran rəqəmlər şifrə olaraq müəyyən olunacaq. Birinci sıraya baxsaq biz, görürük ki, heç bir oxşar hərfimiz yoxdur. Onda keçirik ikinci sıraya. İkinci sırada görürük ki, bizim 2 dənə A-mız vardı. İkinci sırada bizim oxşar 2 dənə 2 rəqəmimiz vardı. Onda A-nın yerinə yazırıq 2. A-nın yerinə 2 yazdıqsa, bundan sonra harada A görürsə, yeni 2 yazırıq. Hətta ikinci sırada 2 dənə yox, 3 dənə 2 vardı və 3 dənə də A-mız vardı. Bu qaydada yazıq. Diqqət isə frank sözündə bizdə 3-cü hərfimiz A-dır. Yəni, onda deyək ki, şifrələrdə 3-cü rəqəm 2 olmalıdır. O da uyğun gəlir 53-264-ə. Deyək ki, frank sözünün şifrəsi olur 53-264. Baxın, A-ların şifrəsini aldıq 2 və 2, N-in şifrəsi oldu 6. Mana sözündə 2-ci, 3-cü və 4-cü yerdə duran hərflərin şifrəsini tapmışıq. Buna uyğun cavab variantlarına baxsaq, baxın, 2-lərimiz var, 2-lərimiz var, 2-lərimiz var. Digər variantları unutsuzda ixtisara apararıq. Ortada bizim hansı rəqəmimiz olmalıdır? 6 olmalıdır. O da uyğun gəlir Y variantına. B variantına ixtisara apararıq, A variantına ixtisara. Keçid edirik 53-cü suala. Şəklin analizlə aid bir sualdır. Bu tipli sualları həll edərkən ilk qaydamız halqalardan çıxan xətlərin sayını müəyyənləşdirmək olur. Bizə sürətli formada halqalardan çıxan xətlərin sayını müəyyənləşdirək. 1, 5, 3, 4 və 2. 2, 4, 3, 1, 3 və 5. Halqalardan çıxan xətlərin sayını müəyyənləşdirdiyimizə görə keçirik ikinci qaydaya. Fərqli olanı tapmağa. Deyək ki, bizim fərqlimiz bir xətli L-dir. Onda ikinci səhvdə bir xətlin yerinə yazırıq L. 5 xətli K-dır. 5 xətlin yerinə yazırıq K. 2 xətli M-dir. 2 xətlin yerinə yazırıq M. Hətta 4 xətlini tapa bilərsiniz ki, o da R-dir. Bizə lazım idi X. X oldu K, Y oldu M. Cavabımız olur KM, Y variantı. Keçid edirik 54-cü suala. Azər, Akif və Anar nahar etməyə yeməkxanaya daxil olurlar. Müştərilərin biri dolma, o birinə plov, digərini isə şorba yeyəcək. Akif dolma yeyərsə, Anar mütləq plov yeyəcək. Azər plov yeyərsə, Akif şorba yeyəcək. Azər dolma yeyərsə, Akif şorba yeyəcək. Yuxarıdakı şərtlər nəzərə alınmaqla, baxın bu hissəni qaraldırıq yaxşıca altına. Əgər Anar şorba yeyərsə, aşağıdakılardan hansı mütləq doğrudur? A variantını oxuyaq. Akif dolma yeyib. Baxırıq, əgər Akif dolma yeyərsə, Anar mütləq plov yeyəcək. Yəni şorba yeyə bilməz. Onda A variantını ixtisar aparır. D. Azər plov yeyir. Azər plov yeyərsə, Akif şorba yeyəcək. Bizə nə lazımdır? Anar şorba yesin. Onda B variantı da yanlışdır. C variantına baxırıq. Azər dolma yeyir. Azər dolma yeyərsə, Akif şorba yeyəcək. Bizə lazımdır? Anar şorba yesin. Onda C variantını ixtisar aparır. D variantına deyək ki, Akif plov yeyib. Diqqət etsə, yuxarı hissədə Akifin plov yeməsi haqqında heç bir məlumat yoxdur. Onda D variantında silik. Geri qaldı Y variantı. Baxın, Anların şorba yeməsi şərtlərlə uyğun deyil. Bəli, cavabımız da olur bu. Çünki bizdə burada bir şərt verilib. Yuxarıdakı şərtlər nəzərə alınmaqla. Buna uyğun olaraq bizdə bu üç şərtə baxıb bir nəticə çıxartmalıyıq. Amma diqqət edirik ki, bu şərtdə Anların şorba yeməsi haqqında heç bir məlumat yoxdur. Onun üçün də düzgün cavabımız olur Y variantı. Anların şorba yeməsi şərtlərlə uyğun deyil. Keçid edirik 55-ci suala. Ardıcılıqlara aid bir sualdır. Burada bizim iki ardıcılığımız var. Həmin ardıcılıqlar çarpaz formada həll olunur. Baxın, 400-dən 361-ə, 361-dən 324-ə, 324-dən 289-a, 289-dan 256-ya bir əlaqə tapacağıq. Deyəcək ki, 400 20-nin kvadratdır, 361 19-un kvadratdır, 324 18-in, 289 17-nin, 256 isə 16-nın kvadratdır. Diqqət etsək 20, 19, 18, 17, 16 olaraq azalan tempdə davam edir. Onda deyirik ki, ikinci yerdə duran sular işarəsinin yerinə biz 15-in kvadratı,
225 yazarıq. Kəsr edirik indi. İkinci ardıcıllığımıza 343-dən 216-ya, 216-dan 125-ə, 125-dən 64-ə, 64-dən 27-yə. 343 bizdə sadəcə və sadəcə 7-nin kubu olaraq bilinir. 216 6-nın kubu, 125 5-in, 64 4-ün, 27 isə 3-ün kubudur. Diqqət etsək 7, 6, 5, 4, 3 olaraq azalır. Onda deyir ki, birinci yerdə duran sual işarəsini yenə biz yazarıq. 2-nin kubu 8. Birinci sual işarəmizin cavabı oldu 8. İkinci sual işarəmizin cavabı oldu 225. Cavabımız olur ümüşdə A variantı. Keçirik 56-cı suala. 56-cı sual şəkil münasibətlərinə bir sualdır. Burada bizim əsas fərqləndirici xüsusiyyətimiz, baxın bu xəttdir. Xəttin bir sol tərəfi var, bir də sağ tərəfi var. Diqqət edirsək bizim xəttin sol tərəfindəki, baxın, meyllər və yaxud da əyri xətlər köçüb müəyyən qanuna uyğunluqdan sağ tərəfdə çəkilibdir. Hansı qanuna uyğunluqda çəkilibdir? Deyəcəm ki, həmin əyri xətlərimiz tərsinə fırlanır. Yəni, əgər aşağıya doğru istiqamətlənibsə, yuxarı doğru istiqamətlənəcək. Yuxarı doğru istiqamətlənibsə, aşağı doğru istiqamətlənəcək. Keçir ikinci hissəsinə baxırıq. İkinci hissəsində bu qayda alırıq halqıya. Deyir ki, sağ tərəfdə, xəttin sağ tərəfində olan əyri xətlərimiz bu səfər keçəcək sol tərəfə. İndi gəlin, həminki qaydada eyni qaydına, daha doğrusu eyni qanuna uyğunluğu ikinci tərəfdə tətbiq edək. Deyək, baxın, yuxarı istiqamətlənib xəttimiz, indi burada isə aşağı istiqamətlənib. Aşağı doğru istiqamətlənib xəttimiz, burada isə yuxarı doğru istiqamətlənib. Yuxarı doğru xəttimiz istiqamətlənib, burada isə aşağı doğru xəttimiz istiqamətlənib. Qanuna uyğunluğu, gəlin, biz ikinci tərəfdə eyni qaydada riayət edək. Baxın, birinci düz xəttimizi çəkirik. Düz xəttin sonundakı, baxın, üstünə əyri xətti biz köçürəcəyik sol tərəfə. Bəs necə köçürəcəyik? Təbii ki, əyri xətlərin istiqamətini dəyişərək. Deyəcəyik ki, aşağı doğru baxan əyri xəttimiz burada baxsın, yuxarı doğru. Yuxarı doğru baxan əyri xəttimiz aşağı doğru baxsın. Aşağı doğru baxan əyri xəttimiz yuxarı doğru baxsın. Bu qaydada çəkirik. Keçirik ikinci tərəfə. Deyək ki, bizim sağ tərəfdə olan xətlərimiz isə köçsün sol tərəfə. Gəlin, eyni qaydada onları köçürdək. Yuxarı doğru istiqamətlənmiş xəttimiz bu səfər aşağı doğru istiqamətlənəcək. Aşağı doğru istiqamətlənmiş xəttimiz isə yuxarı doğru istiqamətlənəcək. Biz indi buna uyğun cavab variantı axtaracağıq. Baxırıq ki, həminki cavab variantı bizə B variantına uyğun gəlir. İndi onda deyirik ki, bizim doğru cavabımız da olsun B variantı. Keçirik 57-ci suala. 57-ci sualda birinci tərəfi kvadrat yüksəldib, ikinci tərəfi çıxarıq. Yəni 3-ün kvadratı 9 çıxılsın 4 bərabərdir 5-ə. 5-in kvadratı 25 çıxılsın 20 bərabər olur 5-ə. 7-in kvadratı 49 çıxılsın 9 qalır 40. 6-ın kvadratı 36, 36-dan 8-in çıxırıq bərabər olur 28-ə. Cavabımız oldu 28. Keçid edirik 58-ci suala. 58-ci sual şəkil ardıcıllıqlarına bir sualdır. İlk olaraq rəngli hissədən başlasaq, rəngli hissə saat əqrəbinin tərsi istiqamətində bir addım hərəkət edir. Bunu gəlin sübut edək. Deyək ki, bir addım düşür aşağı, gəlir bura. Bir addım sürüşəcək sağa, gəlir duracaq sağ aşağı küncdə. A-da, B-də, Y variantda olduğu kimi. C və D variantını iqtisar yaparıq. Ondan sonra baxın, bir addım yuxarı doğru sürüşür, gəlir durur sağ yuxarı küncdə. Sonra bir addım sola doğru sürüşür, gəlir durur sol yuxarı küncdə. Artıq biz rəngli hissənin hansı istiqamətdə fırlandığını bildik. Keçdik artıq nöqtələrə. Baxır ki, birinci kvadratın içərisində bizdə 3 nöqtə var. İkincidə 4 nöqtə var. Dördüncü kvadratın içərisində 6 nöqtəmiz var. Beşinci kvadratın içərisində isə 7 nöqtəmiz var. 3-4 varsa, onda sual işarəsinin yerində 5 nöqtəmiz olsun ki, ardıcıllığa uyğun olaraq da 5-dən sonra 6 və 7-də davam etsin. Baxırıq, A variantında nöqtələrin sayı 6-dır. A variantı qısa getdi. Y variantında nöqtələrin sayı 5-dir. Y variantı qalsın. B variantına baxırıq, nöqtələrin sayı 6-dır. Onda B variantını iqtisar yaparıq. Düzgün cavabımız olur Y variantı. Keçid edirik 59-cu suala. Riyazi əməllərə aid bir sualdır. İlk olaraq mötərizənin içərisindən başlayaq. 36 operator 9. Birinci sırada duran operatora uyğun gəlir.
A kvadratı bərabərdir 36'ya. A'mız bərabər olur 6'ya. A'nın yerine yazırıq 6. 3B bərabər 9'a. B də bərabər olur 3'ə. 6'ın üzərinə 3 gəlir. 9 çıxırıq birini bərabər olur 8'ə. Birinci mörtəzənin içərisindən aldıq 8. Keçid edirik ikinci mörtəzənin içərisindən. Operator vaxtları yuxarıda. Görür ki, ikinci sırada duran operatora uyğun gəlir. Onda 2A'mız 12'yə bərabərdirsə, A'mız olur 6. A'nın yerinə yazırıq 6. B kubu 8'ə bərabərdirsə, B də bərabər olur 2'yə. B-ni də yerinə yazırıq 2. 6'ını vururuq 2'yə. 12 çıxır ikisini bərabər olur 10'a. Deyək ki, operator 12, 8 bərabər oldu 10'a. Geriyə bir dənə operatorumuz qaldı. Kvadrat operatoru. Bunu tapmaq üçün gəlirik ilk olaraq kvadrat operatorun yerinə. Deyirik ki, 4A bərabər olsun kvadrat operatorun sonunda duran 8'ə. A'mız olur 2. A'nın yerinə yazırıq 2. B bölünsün 2 də bərabər olur 10'a. Yazırıq. B bölünsün 2 bərabərdir 10'a. B də bərabər olur 2 vurulsun 10, 20'yə. B'ni neçə aldıq? 20 aldıq. 20'dən çıxırıq ikisini bərabər olur 18'ə. Cavabımız oldu 18. A variantı. Keçid edirik 60-cı suala. Yenə şifrələrə aid bir sualdır. Diqqət isə bizim birinci sırada 2 dənə təkrarlanan hərfimiz vardı. S hərfləri. Ona uyğun birinci sırada bizim təkrarlanan 2 dənə 5 rəqəmimiz vardı. Deyək ki, onda S-in şifrəsi olsun 5. S-in yerinə yazıq 5. Diqqət edirsə sonuncu sıraya hər biri A-dan ibarətdir. Hər birində sonuncu sırada 1 rəqəmi vardı. A-nın şifrəsi olur onda 1. A-nın yerinə 1 yazırıq. A-nın yerinə 1, A-nın yerinə 1, A-nın yerinə 1. Harada A görürük, yerinə 1 yazaq. A ilə sözün gəlin şifrəsini tapaq. 1 ilə başlayır, 1 ilə bitir. O da bərabər olur 1261. Yazıq bura. Sara sözündə şifrəsini tapa bilərik. 51-dən başlayır. 51-dən şifrəmiz 5181-dir. Bu da olsun Sara sözünün şifrəsi. Baxın. Biz L-i aldıq 6 A ilə sözünə əsasən. Onda L-lərin yerinə 6 yazırıq. Sonra 661-dən olan bir dənə şifrəmiz var. 3661. O doğru L sözünün şifrəsi. Bu qaydada yazdıq. Sonra sözü qalıb ki, 5-dən başlayır. Birinci rəqəmi və ya da birinci şifrəsi. O da uyğun gəlir 5700, baxın 41-ə. Burada yazılan 5741'ə. Bu da olsun sonra sözün şifrəsi. Bunu yazdınız. Bir dənə vera qalıb ki, həmin şifrədə olsun 9381. Ümumilikdə biz bütün hərflərin şifrəsini tapdıq. İndi gəlirik bizdən istənilənə. Sara sözünün şifrəsi olur 5181. Lova sözünün şifrəsini tapaq. L oldu 6, O oldu 7, V 9'dur. E isə bizlə bərabər olur 3'ə. Burada bir x deyək. Deyək x-in üzərinə gəlib 5181-ni bərabər olur 6793'ə. Onda x də bərabərdir 6793 çıxılsın 5181. Buradan alırıq 2, 1, 6 və 1. 1'in şifrəsi bizdə uyğun gəlir. Baxın A-ya. Onda 1'in yerinə yazırıq A. 6'nın şifrəsi bizdə uyğun gəlir L-ə. 6'nın yerinə yazırıq L. 1'in şifrəsi A idi. Geriyə qaldı 2'nin şifrəsi. Deyəm ki 2'nin şifrəsi olsun. Baxın Y. Onda 2'nin yerinə yazırıq Y. Cavabımız olur alay. A variantı. Keçid edirik 61-ci suala. Şəklin analizə aid bir sualdır. Demişdik ki, bərabərliyin sol tərəfində bu iki fiquru cəmləyəcəyim. Sağ tərəfində isə bura çəkiləni, bura çəkmirik. Diqqət etirsəz, baxın, bizim bu iki dənə düz xəttimiz bərabərliyin sol tərəfində var da, elə. Onda sağ tərəfində də olmalıdır. Amma burada həmin xəttlərimiz yoxdur. Həmin xəttlərimiz yoxdursa, çəkilməyibsə, biz bunları çəkməliyik. Baxıram A variantında, B-də, C-də, D-də həmin xəttlərimiz çəkilməyib. Bir dənə Y variantında çəkilib. Onda deyək elə, düzgün cavab variantımız olsun bizim Y variantı. Keçid edirik 62-ci suala. Cavidana bağışlanan hədiyyə qutusunda 3 əşyadan birincinin olacağını bilir. Papaq, əlcək və ya köynək. Bu əşyalar ya ağ, ya qırmızı, ya da göy rəngdədirlər. Hər bir əşya bir rəngə malikdir. Qutunun üstündə 2 cümlə yazılmışdır. Bu əlcəkdir, bu əşyanın rəngi qırmızıdır. Qutunun üstündə yazılmış cümlələrdən yalnız biri doğrudursa, aşağıdakı cümlələrdən neçəsi doğru ola bilər? Bizə nə deyir? Baxın, qutunun üzərində yazılmış cümlələrdən yalnız biri doğrudursa. Misal üçün, deyək ki, bu əlcəkdir sözü doğru olsun. Onda bu əşyanın rəngidir, qırmızıdır deyilən cümləmiz yanlış olacaq. Deyilə, çünki niyə? Biri doğru olmalıdır. Bu əlcəkdir doğrudursa, onda rəngi qırmızıdır
cümlələri yanlış olacaq. Aşağıdakı hökmlərə baxsaq, qırmızı olanları birbaşa biz x-lər apara bilərik. Apardıq. Geriyə nə qalır? Əlcək qalır. Görək, bəs əlcəyimiz nə rəng olur? Baxırıq ki, əlcəklə bağlı bizim bir şərtimiz var. Qutudakı ağ əlcəkdir. Deyəm ki, bəli, onda bu əlcəkdir sözünü düz götürsək biz, bizim bir hökmümüz düz olur. İndi keçək ikinciyə. Deyək ki, bu əşyanın rəngi qırmızıdır sözü doğru olsun. Bu əlcəkdir, yanlış olsun. Onda əlcək olan hökmləri biz ixtisar aparmalıyıq. Misal üçün, 3-cü hökm, 4-cü hökm ixtisar getməlidir. Və bu əşyanın rəngi qırmızıdır. Qırmızı əşya axtaracaq. Baxıram hökmlərdən birində var. Qutudakı qırmızı köynəkdir. Deyirəm ki, onda bu doğru ola bilər. İkinci şərtə əsaslensək, yenə bir hökmümüz doğru oldu. Ümumilikdə birdən birin cəmi bərabər olur ki, deyirik ki, aşağıdakı hökmlərdən sadəcə və sadəcə ikisi doğru ola bilər. Cavabımız oldu B variantı. Keçid edirik 63-cü suala. Çox maraqlı bir sualdır. Ardıcılıqlar mövzusuna aid bir sualdır. Diqqət etsək, 4-dən 8 almaq üçün 2-yə vurarıq. 8-dən 16 almaq üçün də yenə eyni qaydada 2-yə vurarıq. 2-dən 4 almaq üçün 2-yə vurarıq. 4-dən 8 almaq üçün 2-yə vurarıq. Ümumilikdə birinci sırada hər birini 2-yə vurduq. Keçirik ikinci sıraya. 6-dan 8 almaq üçün üzərinə 2 gələrək. 8-in üzərinə 2 gəlsək 10 alarıq. 4-dən 6 almaq üçün üzərinə 2 gələrək. 6-dan 8 almaq üçün üzərinə 2 gələrək. İkinci sətirdə isə bütün əməliyyatlarımız üstəcə 2 olaraq davam etdi. Keçirik 3-cü sətrə. 3-cü sətrə diqqət etirsək, üstdən 6 almaq üçün 2-yə vurarıq. 6-ını 2-yə vursaq 12 edir. 12-də 24 almaq üçün 2-yə vurarıq. 24-ü 2-yə vursaq 48 edir. 3-cü sırada duran ardıcıllığımızdakı bütün əməliyyatlar isə vur 2 oldu. Diqqət etsək bizim vur 2-miz var, üstə gəl 2-miz var. Vur 2-miz varsa aşağıda nə olacaq bizdə? Üstə gəl 2 olmalıdır. 6-ın üzərinə 8 gəlirik. 6-ın üzərinə daha doğrusu 2 gəlirik. 8 alırıq. 8-in üzərinə 2 gələndə biz 10 almalıydıq. Amma 9 yazılır. Onda A variantı səhvdir. 6-ın üzərinə 2 gələndə 8 almalıydıq. B variantı səhvdir. 5-in üzərinə 2 gəlirik. 7 alırıq. 7-in üzərinə 2 gəlirik. 9 alırıq. 9-un üzərinə 2 gəlirik. 11 alırıq. 11-in üzərinə 2 gəlirik. 13 alırıq. Bizim doğru cavab variantımız olsun. Baxın bu C variantı elə. Keçid edirik 64-cü suala. 64-cü sualda bizim bu qara kvadratımız diaqonal istiqamətdə bir addım hərəkət edir. Baxın, diaqonal istiqamətdə bir addım atdı. Gəldi sağ tərəfə. Sonra diaqonal istiqamətdə bir addımda yuxarı doğru irəlilədi. Sol tərəfə gəldi. Diaqonal istiqamətdə bir addım atdı. Gəldi durdu. Sağ tərəfdə. İndi diaqonal istiqamətdə bir addım atacaq. Gəlib duracaq tam olaraq sol yuxarı küncdə. Buna uyğun biz cavab variantı müəyyənləşdirməliyik. O da cavabımız A variantı. Keçid edirik 65-ci suala. Riyazi əməllərə aid bir sualdır. Riyazi əməllərdə 84-cü sual. Açıb yenidən işləyə bilərsiniz. Baxın, bərabərliyin hər iki tərəfində AB operatoru verib. Onda gəlin biz bu AB operatoruna bir x deyək. Nəticədə nə alırıq? X bərabərdir. AB çıxılsın x, çıxılsın 1. İndi biz buradakı x-i keçsək bərabərliyin sol tərəfinə. Alırıq x üzərincəsində x bərabərdir. AB çıxılsın 1. Yəni 2x bərabər olur. AB çıxılsın 1-ə. X də bərabər olar. AB çıxılsın 1 bölünsün 2-yə. Bunu aldıq. A-mızın qiyməti bizim 3-dür. B-nin də qiyməti 7-dir. Onu gətiririk. A-nın yerinə 3 yazırıq. B-nin də yerinə 7 yazırıq. Yəni 3 vurulsun 7 çıxılsın 1 bölünsün 2. 3-ü 7-də vururuq. 21. 21-dən 1-ni çıxırıq 20. 20-ni də 2-yə bölsək bərabər olur 10-a. Cavabımız oldu 10. A variantı. Keçid edirik 66-cı suala. Qeyri-aşkar operatorlara aid bir sualdır. Buna aid biz misal bir işləmişik. Yenidən təkrar olsun elə. 42-dən 23-ünü çıxsaq bərabər olur 19-a. 51-dən 12-sini çıxsaq bərabər olur 39-a. 64-dən 40-ını çıxsaq bərabərdir 24-ə. 52-dən 21-ini çıxsaq bərabər olur 31-ə. Cavabımız oldu. Keçid edirik 67-ci suala. 67-ci sual şəkil ardıcılıqlarına aid bir sualdır. Diqqət etsə, ox işarəsinin sağında bizim 5 bucaqlığımız vardır. 5 bucaqlığın içərisində 3 dənə dairəmiz var, kənarında isə 2 dairəmiz var. Ox işarəsinin soluna baxsaq bizim bir xəttimiz var. Xəttin altında
3 dənə dairəmiz var. Kənarında isə bizim 2 dənə dairəmiz var. Qanuna uyğunluq tapmaq istəsək, deyək ki, 5 uzaqlığın içərisindəki dairələri biz çəkirik xəttin altına, kənarındakı dairələr isə çəkirik xəttin üstünə. Bir də geriyə qaldıq qanuna uyğunluğu tapaq. Yəni hansından başlasın? Baxırıq ki, burada qaradan başlayır, sonra ağa doğru davam edir, sonra isə qaraya doğru gəlir. Qaraya doğru gəldi. Eyni qaydada burada baxırıq, qaradan gəlib ağa doğru. Qaradan gəlib ağa doğru. Biz də bu ardıcılığı tapmalıyıq. Deyir ki, altı uzaqlığın içərisindəki dairələrdən başlayaq. Ağdan başlayıb qaraya doğru gələcək. İlk olaraq ağ olacaq, sonra isə qara olacaq. Və xəttin altındakı dairələrin sayı 2-yə bərabər olacaq. A variantına baxıram 2-yə bərabərdir, amma qaradan başlayıb yanlışdır. Ağdan başlayacaq. B variantına baxıram, ağ da başlayıb qaraya davam edir. B-ni onda saxlayıram hələ ki. Digərlərinə baxaq. C variantında xəttin altında 3 dənə bizim dairəmiz var. Bizdə 2 dənə dairə lazımdır. C variantına getdim. D variantında qara ilə başlayıb ağ ilə davam edir. Bizdə ağ ilə başlamalıdır. Onda D variantına qısa yaparım. Y variantına baxıram, xəttin altında bir dənə qara nöqtəm var. Bizə lazımdır 2 dənə qara nöqtə. Onda Y variantına qısa yaparım. Geriyə qalıb B variantı. Deyirəm, xəttin altında 2 dənə qara nöqtəmiz və ya qara dairəmiz var. Xəttin yuxarısında isə altı uzaqlığın kənarında olduğu kimi 4 dənə dairəmiz var. Cavabımız oldu B variantı. Test edirik. 68-ci suala. Qanuna uyğunluğu pozan ədədi tapın. 2-ün üzərinə 1 gəlsək 3 alırıq. 3-ün üzərinə 2 gəlsək 5 alırıq. 5-in üzərinə 3 gəlsək 8 alırıq. Onda gəlin 8-in üzərinə 4 gələk 12 alaq. 12-in üzərinə 5 gələk 17 alaq. 17-in üzərinə 6 gələk 23 alaq. 23-in üzərinə 7 gələk 30 alaq. Qanuna uyğunluğu pozan həddimiz də olsun bizim 11. B variantı. Test edirik. 69-cu suala. Şəklin analizinə aid bir sualdır. A ilə B-ni müqayisə edəcək. Diqqət etsək, B-də baxın bizim burada bir meylimiz var. Həmin hissədə A-da meylimiz yoxdur. Yuxarı isə baxsa meylimiz vardır. Və çəkilmirsə biz onu çəkməliyik. Onda A variantını qısarpardım. Baxıram B ilə C-nin arasına. B ilə C-yə müqayisə edəsəm, baxıram bizim burada bir kiçik bir meylimiz var, xəttimiz var B variantda. Amma C variantda həmin meylimiz yoxdur. Yuxarı isə baxıram meylimiz var. Və çəkilmirsə biz onu çəkməliyik. C variantına qısarpardım. B ilə D-ni müqayisə edirəm. B ilə D-yə baxanda, baxın aşağı hissədə bir meylimiz var B-də. Amma D-də həmiş hissədə meyl yoxdur. Gəlirəm, baxıram yuxarı hissədə, bərbərin sol tərəfinə meyli tapıram. Çəkilmirsə biz o meyli çəkməliyik. D variantına qısarpardım. Geriyə qalıb B və Y variantı. Gəlin onda onun yuxarı hissəsinə baxaq. B variantında yuxarı hissə var, Y variantında yoxdur. Diqqət etsək, yuxarı hissə vardır və çəkilmirsə biz onu çəkməliyik. Y variantında qısa yaparam. Cavabımız olur B variantı. Test edirik. 70-ci suala. C hərfindən solda ikinci olan hərflər. Baxın, C-dən solda ikinci olan hərf Y variantıdır. Həmin hərflər H hərfindən soldakı ilk hərfin arasında, H hərfindən soldakı ilk hərf G-nin arasındakı hərfdən, həmin iki hərf nədir bizdə? F-dir təbii ki. F-dən solda ikinci olan hərf hansıdır? Solda ikinci olan hərfimiz bizim D-dir. Cavabımız olur C variantı. D. Test edirik 71-ci suala. Qeyri-aşkar operatorlara aid bir sualdır. 9-dan 0-ın çıxırıq 9, 2-dən 1-in çıxırıq 1, 9-da 1-in cəmi 10. 9-dan 3-ün çıxırıq 6, 8-dən 4-ün çıxırıq 4, 6 ilə 4-ün cəmi 10. 5-dən 1-in çıxırıq 4, 4-dən 2-sini çıxırıq 2, 4 ilə 2-nin cəmi 6. 5-dən 2-sini çıxarıq, qalar 3, 6-dan 1-in çıxarıq, qalar 5, 3 ilə 5-in cəmi bərabər olar 8-ə. Test edirik 72-ci suala. Yenə şəklin analizinə aid bir sualdır. A variantı ilə B-ni müqayisə edək. Baxıram, B-də bizim xəttimiz yoxdur, A-da var. Həmin xətti axtarım ilk növbədə. Baxıram ki, bəli, xəttimiz var. Çəkilmirsə biz o xətti çəkməliyik. B variantını qısarpardım, D-ni qısarpardım, C-ni qısarpardım. Geriyə A və Y variantı qaldı. Baxıram, A variantı burada bizim bir şaqlı xəttimiz var. Y variantı isə həmin xəttimiz yoxdur. Diqqət etsəm, bərbərin sol tərəfində nə birincidə, nə də ikincidə elə bir xəttim yoxdur. Yoxdursa, çəkməyəcək. Onda A variantına qısarparam, cavabımız olur Y variantı. Test edirik 73-cü suala. Riyazi əməllərə aid bir sualdır. Demişdik ki, bərabərliyin hər iki tərəfində eyni riyazi əməli biz x çarparmalıyıq. Ona gəlin biz baxın bu C operatorlarını nə edək? X çarparıq. Çünki ikisi də eyni riyazi əməldir. Geri sadələşmiş bir forma qalır. Gəlin onda bunu həll edək.
İlk 10 mötərizənin içərisindən başlayaq. 9 operator artı 6. Operatorumuz uyğun gəlir. 3-cü sırada duran operatora. Onda A-nın yerinə 9, B-nin yerinə 6 yazırıq. A-nın yerinə 9, B-nin yerinə 6. 9-dan 6-sını çıxırıq. 3, 3-ü isə vursaq 9. 9 operator 6 bərabər olur 9-a. Gəlir 8 operator 8-ə. Operatorumuz birinci sırada duran operatora uyğun gəlir. Onda A-nın yerinə 8, B-nin yerinə 8 yazırıq. A-nın yerinə 8, B-nin yerinə 8. 8-i 2-yə vururuq. 16, üzərinə 8 yazırıq, 24. Deyirik ki, 8 operator 8 bərabərdir 24-ə. Belə yazdıq. Geriyə qalır sonuncu operator. Tor işarəsi. O da uyğun gəlir ikinci sıraya. Onda A-nın yerinə 9, B-nin yerinə 24. A-nın yerinə 9, B-nin yerinə 24 yazırıq. 9 ilə 24-ün zərbi bizə verir. 33, 33-ü vuranda 2-yə bərabər olur 66-ya. Cavabımız oldu 66. Keçirik 74-cü suala. Şəkil münasibətlərinə aid bir sualdır. Daha doğrusu şəkil münasibətlərinin bir qolu olan rəng münasibətlərinə aid bir sualdır. Deyir ki, ağ ilə 2 qaranın cəmi bizə verir qara. Yazırıq. Ağ üzərinə gəlsin 2 qara bərabərdir qaraya. Qara ilə 2 ağın cəmi bizə verir ağı. Qara üzərinə gəlsin 2 ağ bərabərdir ağa. 2 ağın üzərinə qara gəlirik. Baxın yenə ağ aldıq. 2 ağın üzərinə qara gəlirik. Bərabər olur ağa. Düsturu çıxartdıq. Ağ ilə 2 qaranın cəmi qara. Qara ilə 2 ağın cəmi ağdır. Keçirik aşağıya tətbiq eləməyə. Aşağıda 1 qaramız var. Daha doğrusu 2 qaramız var. 1 ağımız var. 2 qara 1 ağ bizdə verirdi. Baxın qara verirdi. Onda baş hissədə bizdə qara olmalıdır. D variantını C-ni ona görə x tərəf aparıram. Keçirəm. Deyirəm 2 ağla 1 qara bizə verməlidir. Ağı. Baxın B-də, A-da, Y-də hər birində ağ verirdi. Aşağıya baxaq. 2 qara 1 ağ bizə qara verməlidir. Onda Y variantını x tərəf aparıram. C, A və B qaldı. Geriyə bizim onsuz 1 və sonuncu əməliyyatımız qaldı. Deyirəm 1 ağ 2 ağ. 2 ağla 1 qara bizə verəcək. Baxın 2 ağ 1 qara bizə verir. Ağa. Onda həm ikisi olmalıdır bizdə ağ rəng. Cavabımız olur A variantı. Keçid edirik 75-ci suala. Şifrələrə aid bir sualdır. A variantına baxsaq, D S ilə başlasın. S ilə başlaya bilər sualımız. Sonra B variantına baxıram, D B ilə başlasın. B ilə başlaya bilməz. Onda B-ni x tərəf aparıram. C variantına baxıram, D I ilə başlaya bilər. Bəli, başlaya bilər. R ilə başlaya bilər. Başlaya bilər. Onda birinci sıradan sadəcə B variantına x tərəf apardım. İndi sonlara baxaq. I ilə bitə bilər. Bitə bilər. I ilə bitə bilər. S ilə baxıram ki, bitə bilməz. S ilə bitə bilmir. R ilə bitə bilərmi? Bitə bilməz. Onda C variantı gedir. Geriyə qaldı A və D variantı. A-nı yoxlayırıq. Əgər doğrudursa A-nı götürürük. Doğru deyilsə cavabımız olur D variantı. S ilə başlayaq. Deyirəm ki, S ilə başlaya bilirik. Sonra A ilə davam edək. Baxıram ki, A ilə biz davam edə bilirik. Xeyr, edə bilmirik. Onda A variantı getdi. Geriyə qaldı D variantı. Deyirəm ki, onda doğru cavabımız olur D variantı. Gəlin, mən yoxluyum. Amma siz imtahanda heç vaxt yoxlamayın. Vaxta nəzər etməyi öyrənin. R ilə başlayaq. Deyək ki, bəli, R ilə başlaya bilirik. Sonra A ilə davam edək. A ilə davam edə bilirik. S ilə davam edək. S ilə davam edə bilirik. Sonda isə gələr I variantı. I, daha doğrusu I gələr. Cavabımız olur D variantı. Keçid edirik 76-cı suala. 76-cı sual şəkil ardıcıllıqlarına aid bir sualdır. İlk olaraq baxın, kənardan başlayırıq. Kənardakı bizim rəngli hissəmiz sağ dəqrəmin tərsi istiqamətdə hərəkət edir. Baxın, ilk olaraq gəlir düşür bura. Burada olduğu kimi. Sonra bir addımda hərəkət edir, gəlir düşür. Baxın, sağ tərəfə. Bir addımda hərəkət edəcək, gəlir düşəcək. Baxın, yuxarı hissəyə bura. Baxıram ki, A-da, B-də, C-də, D-də, Y-də hər birində rəngli hissəmiz oraya düşüb. Keçirəm içəridəki hissəyə. Baxıram ki, həmişə içəridəki hissəmiz üçüncü bu səfər sağ dəqrəb istiqamətlə hərəkət edir. Bir addım irəli atır, durur zirvədə. Bir addım gəlir sağa doğru, bir addım da irəliləyəcək, şəhət duracaq, baxın, bu aşağı hissədə. Ona uyğun olaraq B-ni, C-ni, D-ni x aparıram. Geriyə qaldı A və Y variantı. Bizim geriyə qaldı onsuz bir dənə rəngli hissəmiz. Baxın bu. Deyim ki, rəngli hissəmiz sağ əqrəb istiqamətində bir addım hərəkət elədi. Gəlir düşdü aşağıya. Sonra sağ əqrəb istiqamətində yenə bir addım hərəkət elədi, gəlir düşdü sola. İndi sağ əqrəb istiqamətində bir addım hərəkət edəcək. Gəlir düşdü hara? Təbii ki, yuxarı hissəyə. Bu da uyğun gəlir bizdə A variantına. Cavabımız oldu 76-da A.
Keçid edirik 77-yə. 77-də sonda 2 dənə sual işarəmiz var. Ardıcılıqlarda əgər sonda 2 dənə sual işarəmiz var isə 95% ehtimalla demişdik ki 1, 3, 5, 2, 4, 6 prinsipi ödəniləcək. Yəni tək sırada duran rəqəmlərə və yaxud da ədədlərə bir ardıcıllıq kimi, düz sırada duran rəqəmlərə və ya ədədlərə isə bir ardıcıllıq kimi baxacaq. Bu qaydada oxuyaq. 1-dən 3 almaq üçün üzərinə 2 gəlirəm. 3-ün üzərinə 3 gəlsəm 6 alıram. 6-ın üzərinə 4 gəlsəm 10 alıram. 10-un üzərinə 5 gəlsəm 15 alıram. Onda gəlin 15-in üzərinə 6 gələk. 1-in sual işarəsini yenə yazaq 21. 2-nin üzərinə 3 gəlirəm 5. 5-dən 1 çıxıram 4. Sonra 4-ün üzərinə 3 gəlirəm 7. 7-dən 1 çıxıram 6. Onda 6-ın üzərinə 3 gələk bərabər olsun 9-a. Birinci sualın yerinə oldu 21. İkinci sualın yerinə oldu 9. Cavabımız D variantı. Keçid edirik 78-ci suala. Demək olar, bu 50 sualın içərisində ən tipsiz suallardan biridir. 78-ci sual. Gəlin oxuyalım. Y, F, G və H yazıçıları tərəfindən 1960, 70, 80 və 90-cı illərdə yazılmış olan MKST kitabları ilə əlaqədar aşağıdakılar məlumdur. Bu 4 kitab nömrələnərək aşağıdakı verilmiş şəkildəki kimi yanaşı düzülmüşdür. 1, 2, 3, 4. Gəlin bunu mən də buradan yazım. 1, 2, 3, 4. Biraz səhvdə aralı yazaq. 1, 2, 3, 4. Belə yazaq. 1990-cı ildə yazılan kitabın müəllifi Y-dir. Dəqiq şərt verib. Sonra üst nömrəli kitabı yazan G-dir. Baxın, üst nömrəli kitabı yazan kim oldu? G oldu. 1960-cı ildə yazılan kitab S-dir. S 1960-cı ildə yazılıb. Yaxşı. Yeni kitabı 1980-ci ildə yazılan kitabın sağında, T-nin sonundadır. Y baxın, kitabı yazandır. G kimi kitabı yazandır. D 1980-ci ildə yazılan kitabın sağında, T-nin sonundadırsa, onda Y-nin sağında da sonunda da deməli bir yazar var və bir kitab vardır. Onda yeni biz 1-ə yaza bilmərik. Niyə 1-ə yaza bilmərik? 1-ə yazsaq yeni, onda sağına və ya daha doğrusu soluna heç bir verirsək, şəxsi və ya kitabı yaza bilmərik. Təbii sola 4-ə də yaza bilmərik. Çünki niyə? Yenin solu da boş deyil. Onda yeni yazırıq 2-yə. Yeni yazırıq 2-yə. Yeni kitabı 1980-ci ildə yazılan kitabın sağındadır. Onda 1980-i hara yazırıq biz? Təbii ki, birinci sıraya yazırıq 1980-i. Çünki niyə? Sağına düşdün. T-nin isə solundadır. Onda T-ni yazırıq 3-ə. Belə yazıq. 1990-cı ildə yazılan kitabın müəllifi Y-dir. Baxın, yeni kitabı 1990-cı ildə yazılıb. Birinci şərtə əsasən. Bunu da qeyd edirik. 1960-cı ildə yazılan kitab isə S-dir. Baxın, S 1960-cı ildə yazılıb. Onda S-i biz nə 1-ə, nə 2-yə yaza bilmərik. S-i yazarıq biz 4-ə. Deyək ki, S-dən 1960-cı ildə çap olunsun və ya yazılsın. Şərtlərə əsasən biz bunları təyin etdik. Onda gəlirik aşağıya. Bizdən nə istəyir? Aşağıdakılardan hansı mütləq səhvdir? Diqqət etsək C variantına deyək ki, 2 nömrəli kitab S-dir. Amma biz tapdıq ki, 2 nömrəli kitab S olmur. Çünki niyə? 2 nömrəli yerdə yeni yazdığı kitab duracaq. O da 1990-cı ilə məxsus olacaq. Amma S-in kitabı 1960-cı ilə məxsusdur. Onda deyək ki, mütləq səhvimiz oldu bizim 2 nömrəli kitabın S-də olmasıdır. Keçid edirik 79-cu suala. 79-cu suala. Gəlin biz üçbucaqlara bir x deyək, kvadratda y deyək, ulduzda isə bir z. Eyni qayda digərlərində yazaq x, y. Z-lər. Bura gəldik x, y, z. Burada isə olur x, y və z. Belə yazdıq. Diqqət etsəniz ki, birinci, ikinci, üçüncü kvadratın içərisində olan figurlara x, y, z, x, y, z, x, y, z var. Təbii ki, bunlardan 46, 50, 64 olması. Bunları toplayarıq. Elə deyil. Onda gəlin biz bunları tək-tək yox, ümumilikdə 1, 2, 3-ü toplayaq. Baxırıq ki, bizim 1, 2, 3, 4 dənə x-imiz var. Yazırıq 4x üzərinə gəlsin. 1, 2, 3, 4. 4 dənə y-imiz var. 4y üzərinə gəlsin. 1, 2, 3, 4. 4z. Bərabər olur neçəyə? 46, 64, 50-nin cəmi. Yəni, neçəyə? 160-a. Buradan 4-ün mörtəzənin xaricinə çıxarsaq, x üzərinə gəlsin, y üzərinə gəlsin, z bərabərdir 160-a.
X üzərincəsinin Y üzərincəsinin Z də bərabər olur. 160 bölünsün 4 40-a. Bunu aldıq. Bizdən nə istəyir? X, Y, Z-in cəmini. Deyək ki, X, Y, Z-in cəmi bərabər olur bizdə 40-a. Cavabımız oldu 40. Y variantı. Test edirik 80-ci suala. Riyazi əməllərə aid bir sualdır. Riyazi əməllərdən 77 və 78-ci tapşırıqları bunu yazdıqdan sonra yenidən işləyirsiniz. Keçir bizdə bunun izahına. AB-yə bir X deyəcəyim, B-yə bir Y deyəcəyim. Yazırıq. X bərabərdir 2A üzərincəsinin B üzərincəsinin 2Y. Bu formada yazdıqdan sonra X-i Y ilə A-nı B ilə əvəz etməliyik. Deyirik, Y bərabərdir 2B üzərincəsinin A üzərincəsinin 2Y. Daha doğrusu 2Y yox, 2X. Niyə? Çünki X-i Y ilə Y-i də X ilə əvəz etməliyik. Belə yazdıq. Bizim A-nın qiyməti var ki 3-dür, B-nin də qiyməti var ki 9-dur. Onda A-ların yerinə 3, B-lərin yerinə 9 yazırıq. Nəticə olaraq alırıq. X bərabərdir 2 vurulsun 3, 6, üzərincəsinin 9, üzərincəsinin 2Y. Aşağı hissədə alırıq. Y bərabərdir 2 vurulsun 9, 18, üzərincəsinin 3, üzərincəsinin 2X. Bunları yazdıq. X-imiz bərabər olur 15 üzərincəsinin 2Y-ə, Y də bərabər olur 21 üzərincəsinin 2X-ə. Belə yazdıq. Geriyə qaldı bizdə X-in tapılması, A operator B-nin, yəni 3 operator 9-un tapılması. X-i tapmaq üçün biz burada əvəz etmə üsulundan istifadə edərik. Bu Y-in yerinə yazarıq 21 üzərincəsinin 2X. Yazaq. Biraz buranı böyüdək. Belə. X bərabərdir 15 üzərincəsinin 2 vurulsun 21 üzərincəsinin 2X. Belə yazdıq. X bərabər olur 15 üzərincəsinin 42 üzərincəsinin 4X. X-ləri bir təfə keçirdək. Yazaq X çıxılsın 4X bərabərdir 57-yə. Mənfi 3X bərabərdir 57-yə. X də bərabər olur 57 bölünsün mənfi 3, yəni mənfi 19-a. Cavabımız oldu mənfi 19. Y variantı. Bu da belə. Test edirik 81-ci suala indi. Gəlin buraları biraz silib sərgiyə salaq. 81-ci suala test edək. 81-ci sualda birinci və ikinci şəkillərə diqqət etsək, bütün şəkillərimiz standart olaraq qalıb. Bəs nə baş verib? Sadəcə və sadəcə diqqət etsəz, rənglər dəyişib. Ağ hissə olub qara, qara hissə olub ağ. Baxın, qara hissə olub ağ, qara hissə olub ağ, qara hissə olub ağ. Eyni qaydada ağ hissələrdə olub qara. Sadəcə nə baş verib deməli? Rəngli hissələr olub ağ rəng, ağ rəngli hissələr isə olub qara rəng. Belə. 2-dən 3-ə keçərkən nə baş verib? 2-dən 3-ə keçərkən bütün fiqurlarımız saat əqrəbi istiqamətində 90 dərəcə fırlanır. Bəs bunu necə biləcəyim? Ox işarəsini belə çəkirəm. Ox işarəmiz bizim 9 ilə 12 arasına baxır. Digər tərəfdə həminki bu fiqurumuz 90 dərəcə saat əqrəbi istiqamətindən fırlansa, gəlib düşür bura. Ox işarəsini çəkirəm. Deyirəm üst ilə 12 arasındadır. Baxın 9-12 arasından gəldi üst ilə 12 arasına. Orada da 90 dərəcə yarandı. Sizi burada da yoxlayaq. Baxın ox işarəmiz bu formadaydı. Orada da 90 dərəcə yarandı. Sadəcə nə baş verir? 90 dərəcə fırlanır. Baxın rəngli hissələrimizdə ox işarəsinin uc istiqamətinə baxır. Deməli, bir də deyirik, birdən 2-yə keçərkən sadəcə və sadəcə rəng dəyişir. 2-dən 3-ə keçərkən saat əqrəbi istiqamətindən fırlanma olur. Onda üstdən 4-ə keçərkən də eyni qaydada baxın, fiqurlarımız standart yerində qalıbsa nə baş verəcək? Sadəcə rəng dəyişəcək. İstəyiniz müşahidə edək. Baxın, qara hissəmiz olub ağ, ağ hissəmiz olub qara. Digərlərinə eyni qaydada. Ağ hissəmiz olub qara, qara hissəmiz olub ağ. Digərlərini yoxlaya bilərsiniz. Baxın, rəng dəyişdir. Sonra yer dəyişdir. Rəng dəyişdir, indi yer dəyişməlidir. Yəni 90 dərəcə saat əqrəbi istiqamətində dönməlidir. Dairəmizə doğru bir ox işarəsi çəkirəm. Deyirəm yenə 9 ilə 12 aralığına baxır. Belə ox işarəmiz. Ona dairəmiz 90 dərəcə saat əqrəbi istiqamətdə dönəndə bu səfər neçəyə baxacaq? Üst ilə 12 arasına baxacaq. A variantında C-də, Y-də dairəmizin yeri doğrudur. Onda B və D variantını qısarparaq geriyə qaldı rəngli hissəyə baxmağa.
Rəngli isə hara baxacaq bizdə? 12 ilə 3 arasına baxacaq. Baxın ki, bəli, A variantında 12 və 3 arasına baxır. Y variantında 12 və 3-ə baxır. C variantında 12 və 3-ə baxmır. Neçəyə baxır? 6 ilə 9 arasına baxır. C variantında onda xəsər aparır. Geri A və Y qaldı. İndi diqqət yetirsəz, əslində bu sadə yoldur. Heç bir baş qarışıqlığına ehtiyac yoxdur. Qara ilə qara, ağ ilə ağ üz-üzə baxır. Ağ ilə ağ, qara ilə qara üz-üzə baxır. Qara ilə qara, ağ ilə ağ üz-üzə baxır. Ağ ilə ağ, qara ilə qara üz-üzə baxır. Onda biz dedik A ilə Y variantı heç bir problem yoxdursa, geriyə nə qalır? Qara ilə qaranın, ağ ilə ağın üz-üzə baxmağa. Baxıram ki, ağ ilə ağ üz-üzə baxır. Amma qara ilə qara üz-üzə baxmır. Onda A variantı səhvdir. Ağ ilə ağ üz-üzə baxdı, baxdı. Onda qara ilə qara üz-üzə baxmalı. Keçid edirik 83-cü suala. 82-ci sual qeyri-aşkar operatorlara bir sualdır. İlk olaraq 3 və 8-dən 91 almağa çalışmırıq. Daha asan forması var, 1-7-ni 50 olmaq. 7-ni 50-yə yaxınlaşdırmaq üçün ilk olaraq kvadrata yüksəldərik. 7-nin kvadratı 49. Üzərinə 1 gəlsək, bərabər olur 50-yə. 8-nin kvadratı 64. 64-ün üzərindən biz neçə gəlməliyik? Təbii ki, 27. 27-nin bəslini alarıq, 3-ü kuba yüksəldərik. Onda deyir ki, 7-nin kvadratı 49 eləmişdir də. 1-in kubu onsuz da 1 edir. 49-dan 1-in üzərinə neçədir? 50. Birinci tərəfi kuba yüksəldirik, ikinci tərəfi kvadrata. Gəlik burada yoxlayırıq. 6-ın kvadratı 36, 2-nin kubu 8. 8-də 36-ın cəmi bərabər olur 44-ə. Deyəm ki, bəli, qanuna uyğunluğumuz öyrəndi. Bunda 5-in kvadratı 25, 4-ün kubu 64. 64 ilə 25-in cəmi bərabər olur 89-a. Keçid edirik 83-cü suala. Şifrələrə aid bir sualdır. Bir dənə prinsipimiz vardı. Bir hərf, bir şifrə, bir söz, bir şifrə. Burada isə bir söz, bir şifrə prinsipindən istifadə edəcəyik. Diqqət edirsə, sağ tərəfdə bizim 3 dənə olur sözü var. Ona uyğun da bizdə hər birində Dugo sözü var. Deyir ki, onda olurun şifrəsi olsun Dugo. Hər birinə yaza bilərsiniz. Belə yazıq. Diqqət etsəz, birinci və üçüncüdə bizdə hər ikisində çətin sözlər var. Hər ikisində bizdə mul sözü var. Onda çətin sözün şifrəsi olsun mul. Belə yazdıq. Sonra, diqqət etsəz, birinci və ikincidə bizdə çox sözü var. Hər ikisində bizdə nə var? H-U-I, H-U-I. Onu deyirəm ki, H-U-I də olsun çox sözün şifrəsi. Belə yazdıq. Birinci hissədə çoxu tapdıq, çətini tapdıq, olur tapdıq. Geriyə nə qaldı? İş qaldı. İşin də şifrəsi olur zo. Zonu da yazdıq bura. Sonra ikinci və üçüncü sırada bizdə hər ikisində zəkalı sözü var. Baxın, zəkalı, zəkalı. Zəkalı sözünün də şifrəsi olacaq ki. Yazır ki. Ki. Belə yazdıq. Baxın, olimpiyadaçılar sözü qalır burada. Bir dənə də ba sözü qalır ki. Onda olimpiyadaçılar sözünün şifrəsi olur ba. Burada bir dənə tapşırıqlar sözü qalır ki. Tapşırıqlar sözünün şifrəsi olur nano. Demək bizdə istəyir çətin sözü. Bizdə olmuşdu nə? Təbii ki, mul. Tapşırıqlar oldu nano. Çox sözü oldu bizdə H-U-I. Zəkalı oldu K-I. Olur da oldu Dugo. Buna cavab variantı axtaracaq. O da uyğun gəlir A variantı. Belə yazdıq bunda. Keçid edirik 84-cü suala. Riyazi əməllərə aid bir sualdır. Qəbulda sıx rastlaşa biləcəyi suallardan biridir. İlk olaraq mürtəzənin içərisini əldə edək. Operatorun solunu soluna, sağını sağına bərabər etsək, A-nın yerinə 11, B-nin yerinə 4 yazırıq. A-nın yerinə 11, B-nin yerinə 4. Şərtlərdə yoxduruq, baxırıq ki, ikinci şərt ödəyir. Onda ikinci şərt ödədiyi üçün bu səfər B-nin yerinə 4, A-nın yerinə 11 yazırıq. 4-ün kvadratı 16, çıxısına 11 bərabər olur 5-ə. Deyək ki, 16-dan 11-in çıxdıq, bərabər oldu 5-ə. Mörtəzənin birinci hissəsini aldıq 5. Keçir indi ikinci mörtəzənin içərisinə 3 operator 7-yə. Bu səfər A-nın yerinə 3, B-nin yerinə 7 yazırıq. A-nın yerinə 3, B-nin yerinə 7. Diqqət etsək bizim birinci şərtimiz ödəyir. Onda A-nın yerinə 3 yazmalıyıq, B-nin yerinə 7 yazmalıyıq. 3-ün kvadratı 9, çıxanda 7-sini bərabər olur 2-yə. 3 operator 7 bərabər oldu bizdə 2-yə. Baxın, 11 operator 4-ü tapdığı cavab 5-dir. 3 operator 7-ni tapdığı cavab 2-dir. Geri qalıb sonuncu operatoru tapaq. Operatorun sonunda 5, sağında 2 var.
Onu gətiririk. Operatorun soluna 5, sağına 2 yazırıq. A-nın yerinə 5, B-nin yerinə 2. Baxırıq ki, birinci şərt ödəyir. Onda B-nin yerinə 2, A-nın yerinə 5 yazırıq. 2-nin kvadratı 4, 4-dən çıxırıq 5-inə bərabər olur -1-ə. Cavabımız oldu -1, C variantı. Test edirik 85-ci suala. Ardıcıllıqlara aid bir sualdır. 5-dən 6 almaq üçün üzərinə 1 gəlirik. 6-ın üzərinə 7 gəlsək 13 alırıq. 13-ün üzərinə 1 gəlsək 14, 14-ün üzərinə 7 gəlsək 21 alırıq. Test edirik ikinci tərəfinə. 3-ü 1-ə vursaq 3. 3-ü 7-yə vursaq 21. 21-i 1-ə vursaq 21. 21-i 7-yə vursaq 147 alırıq. Diqqət etsək, əməliyyatlarımız 1-7, 1-7 üzərindən davam edir. Birinci hissədə toplama, ikinci hissədə isə vurma əməliyyatını yerinə yetirmişik. Onda gəlirik. Variantlar da eyni qaydada. Birincidə hansı əməliyyat aldıqsa, ikincidə onun vurmasını yerinə yetirəcək. Alınırsa düzgün cavab kimi götürəcək. Alınmırsa ixtisar eləyəcək. Misal üçün 7-nin üzərinə 2 yanında 9 edir. Onda 3-ü 2-yə vuracaq 6 alacaq. 9-un üzərinə 8 yanında 17 edir. 6-nı 8-ə vuranda 48 almalıyıq. Deyək ki, variantı yanlışdır. B variantına gəlirəm. 18-in üzərinə 3 gəldi. 21. 4-ü 3-ə vurdum. 12. 21-in üzərinə 9 gəldim. 30. 12-ni 9-a vursam 108 eləməlidir. 3 eləməməlidir. B variantı yanlışdır. 13-ün üzərinə 4 gəlirəm. 17. 7-ni 4-ə vururam. 28 etməliydi. Ona görə də bu da yanlışdır. 27-nin üzərinə 3 gəlirəm. 30. 2-ni 3-ə vururam. 6. 30-un üzərinə 9 gəlirəm. 39. 6-nı 9-a vururam. 54. 39-un üzərinə 3 gəlirəm. 42. 54-ü 3-ə vursam 162 eləməlidir. Deyirəm, bu da yanlışdır. 11-i üzərinə 2 gəlirəm. 13. 3-ü 2-yə vururam. 6. 13-ün üzərinə 8 gəlirəm. 21. 6-nı 8-ə vururam. 48. 21 üzərinə 2 gəlirəm. 23. 48-i 2-yə vururam. 96. 23-ün üzərinə 8 gəlirəm. 31. 96-nı 8-ə vururam. 768. Deyirəm ki, doğru cavabımız oldu. Y variantı. Test edirəm 86-cı suala. 86-cı sual şifrələrə aid bir sualdır. İlk olaraq bir T-dən başlayıram. Birinci hərfimizdə şifrəmiz olur T. Yuxarı T-ni axtaram. T çoxundur sözündəki birinci hərf olan C-nin şifrəsidir. Ona deyirəm C-nin şifrəsi olsun T. Elə bizim də sözümüz T ilə başlayır. Daha doğrusu şifrəsi T olan C ilə başlayır. Ona uyğun olaraq Y variantına B-ni, C-ni ixtisar yaparam. Geriyə qalır A və D variantı. İkinci şifrəmiz F-dir. F-i yuxarıda axtarıram. Portağal sözünün 7-ci hərfi olan A-nın şifrəsidir. Onda deyirəm ki, bizdən istənilən sözün ikinci şifrəsinin hərfi olur A. Daha doğrusu ikinci hərfi olur elə A-nın özü. O da uyğun gəlir bir dənə D variantına. A variantını ixtisar yaparam. Cavabımız oldu D variantı. Gəl digərlərində sürətli formada tapaq L3. L3 burada bizdə ikinci sözdə 6-cı hərfi olan D-nin şifrəsidir. Yazıram burada D. Sonra M4. M-i axtarıram. İkinci sözün 8-ci hərfi olan R-nin şifrəsidir. Yazıram R. Son olaraq F-ə baxıram. F-i əslində tapmışdıq. Bir də tapaq. F deyirəm ki, portağal sözündəki bizdəki 7-ci hərf olan A-nın şifrəsidir. F də oldu A. Daha doğrusu şifrə F oldu A. Belə deyək. Cavabımız olur çadıra. Keçirik 87-ci suala. 87-ci suala diqqət etsək, nə baş verib? Rəng dəyişib. Qara hissə olub ağ, ağ hissə olub qara. Onda qara hissə olacaq ağ, ağ hissə olacaq qara. Ona uyğun bir dənə cavab variantı axtarırıq, o da olur A variantı. 87 oldu A variantı. Test edirik 88-ci suala. İmtahanda iştirak etmiş Kənan, Lalə, Məmməd, Nərmin, Orxan, Pərviz, Ramin və Samir adlı tələbələrin topladıkları ballar haqqında aşağıdakılar məlumdur. Baxın, biz demişik imtahan, yarış, oyun tipli misallarda tələbələrin, iştirakçıların sayı qədər bizim yerimiz olur. Baxırıq, bizim burada 1, 2, 3, 4, 5, 6, 7, 8 tələbəmiz var. Onda bizim 8 dənə yerimiz vardı. Gəlin onda yazaq. Əvvəldən sona doğru yazaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu olsun bizim yerlər. İndi keçək şərtlərə. Ən çox bal toplayan şəxsin göstəricisi 50-dir. Birinci yerə çıxan şəxs demək 50 bal toplayır.
Onunla ikinci yüksək göstərici arasında 5 bal fərqi var. Onda ikinci yerə çıxan 45 bal toplayıb. Bunu deyir bizə. Orxan 2 nəfərdən çox bal toplayıb. Orxan 2 nəfərdən çox bal toplayıbsa, deməli Orxan 6-cı yerdədir da. 6-cı yerdədir ki, ondan 2 nəfər az bal toplayıb, bu da 7-ci və 8-ci yerdə olanlar olacaq təbii ki. Ən az bal toplayanla arasındakı bal fərqi 3-dür. Aralarındakı balı bilmədiyim üstün dəqiq bu hissəni saxlayıram. Alıram qırmızıya ki, bura təzədən qayıdacam. Nərmin Orxandan az, Məmməddən çox bal toplayıb. Baxın, Nərmin Orxandan az, Məhəmməddən çox bal toplayıb. Bu qayda yazdıq. Keçir sonuncu şərtə. Samir Pərvizdən 2, Ramindən 4, Məhəmməddən 10 bal çox toplayıb. Samir deməli, deyir ki, baxın Samir. Pərvizdən 2, yəni Ramindən isə 4 bal toplayıb. Bu nə deməkdir? Pərviz də Ramindən çox bal toplayıb. Belə, onda deyirəm ki, Samir Pərvizdən çox bal toplayıb, Pərviz də Ramindən çox bal toplayıb. Onsuz Məhəmmədin sonuncu yerdə olduğu bizə məlumdur. Baxın, yuxarıda bizim bir şərtimiz vardı. Onun üzərinə birbaşa keçdik. İndi qayıdam həmişki şərtə. Kənan Lalədən az, Samirdən çox bal toplayıb. Baxın, Kənan deyir, Lalədən az toplayıb. Kənan. Samirdən isə çox bal toplayıb. Ardıcıllığımızı belə qurduq. Baxın, bizim 5 dənə yerimiz məlum deyildi. Həmin 5 yerə uyğun olaraq 5 nəfər adı da tapıldı. Deyir ki, Lalə Kənandan, Kənan Samirdən, Samir Pərvizdən, Pərviz də Ramindən daha çox bal toplayıb. Həminki ardıcıllığı indi 1-dən 5-ə doğru yazdırıq. Lalə, Kənan, sonra gəlir Samir, Pərviz və Ramin. Yazdıq belə. İndi bizə nə istəyir? Samir 42 bal toplayıbsa, baxın, bu Samir 42 bal toplayıbsa, aşağıdakılardan hansı tamamilə doğrudur? 42 bal yazdıq. Bizim yuxarıda bir neçə şərtimiz var, dəqiq olmayan. Gəlin onları dəqiqləşdirək, birbaşa işləyək onda cavab variantlarına. Nədir bizdə dəqiq olmayan, indi dəqiqləşdirəcəyim? Pərvizin, Raminin, təbii ki, sonra Məhəmmədin topladığı ballar. Samir deyib Pərvizdən 2, Ramindən 4, Məhəmməddən isə 10 bal çox toplayıb. Pərvizdən 2 bal çox toplayıbsa, Pərviz onda 40 bal toplayıb. Ramindən 4 bal çox toplayıbsa, Ramin onda 38 bal toplayıb. Məhəmməddən 10 bal çox toplayıbsa, Məhəmməd onda 42 çıxan 32 bal toplayıb. Bir də bizim belə bir şərtimiz var idi ki, yazıca gəlsə dedim ki, altına xətt çəkisi saxlayırıq. Xəttin bir hissəsi burada qalıb, digər silinib. Ən az bal toplayan da Orxan arasındakı bal fərqi 3-dür. Ən az bal toplayan Məhəmməddir, 32 baldırsa, onda Orxanın neçə bal olmalıdır? 35 bal olmalıdır. Bu ayda tapdıq hər birini. Amma Nərminin neçə bal topladığı haqqında əlimizdə heç bir məlumat yoxdur. Bunları tapdıq. Yəni gəlirik biz nə istənilən? Samir 42 bal toplayıbsa, aşağıdakılardan hansı tamamilə doğru olar? Yəni mütləq doğru olar. Orxan 36 bal toplayıb. Xeyr, Orxan 35 bal toplayıb. Ramin topladığı bala görə 5-ci yerdədir. Baxın şu, bəli, Ramin topladığı bala görə 5-ci yerdədir. Elə tamamilə doğru B variantıdır. Nərmin 34 bal toplayıb. Nərminin neçə bal topladığı haqqında heç bir məlumat yoxdur. Nərmin 33 bal da toplaya bilər. 34 bal da toplaya bilər. Yəni, ola bilərə gedir bu artıq. Tamamilə doğru deyil. Orxan topladığı balı görə, daha doğrusu bala görə 4-cü yerdədir. Artıq enerji bitibdir. Sözləri düzgün oxuya bilmirik. Orxan topladığı bala görə 4-cü yerdədir. Xeyr, Orxan topladığı bala görə, baxın, 6-cı yerdədir. Ramin 33 bal toplayıb. Xeyr, Ramin 38 bal toplayıb. Bu da mütləq səhvdir. Cavabımız oldu B variantı. Keçirik 89-cu suala. 89-cu sualda şəklin analizinə aid bir sualdır. Demiş ki, halqalardan və ya da kvadratlardan çıxan xətlərin sayını 2 olaraq müəyyənləşdiririk. Yazırıq 2, 3, 2, 4, 3, 3, 3 və 4. Belə yazdıq. Baxırıq ki, fərqli olan tapmaq mümkün deyil, onda ünvanları keçirik. Bu iki xətli ünvanı olur bizdə 3 və 3. Əgər düz yazmışıqsa xətlərin sayını. Bu iki xətli ünvanı olur 3 və 4. Keçir 3 xətlərə. Bu 3 xətli ünvanı olur 2, 3 və 3. Bu 3 xətli ünvanı olur bizə 2, 4, 3. Yəni 2, 3, 4. Bu 3 xətli ünvanı bəs nə olur bizdə onda? 3, 4, 4. Baxıram ki, 2 xətlilərdə də, 3 xətlərdə ki, hələ ki, ünvanlar fərqlidir. Bu 3 xətli ünvanı olur 2, 4, 4. Bəli, tamamilə 3 xətlərdə ünvanlar fərqli olur. Keçir edirik onda 4 xətliyə. Bu 4 xətli ünvanı olur bizə. Baxın, 2, 3,
4 və 3. Yazırıq. 2, 3, 3 və 4. Digər 4 xətli ünvanına baxırıq. 3. Bunu da qırmızı ilə göstərək. 3, 3, 3 və 4. Yazırıq. 3, 3, 3 və 4. Demək olar, bütün halqaların ünvanları fərqli oldu. Onda N-i, F-i, K-nı tapmaq daha sadə olacaq. İlk olaraq xətlərin sayını yazaq. 3, 4, 3, 3, 2, 3, 2 və 4. K-nın ünvanı nədir bizə? 3 və 3. 3 və 3 bizdə 1-ə məxsusdur. Yazırıq K-nın yenə 1. F-in ünvanına baxırıq. 2, 3 və 3. 2, 3, 3 ünvanı bizdə 8-ə uyğun gəlirdi. Onda F-in yerinə yazırıq 8. N-i tapaq. N-in ünvanı oldu bizdə 3, 3, 2 və 4. Yazırıq 2, 3, 3 və 4. 2, 3, 3, 4 də bizdə uyğun gəlir 4-ə. N-in də yerinə yazaq 4. Bizdən nə istəyir? N, yəni 4. Üzərinə gəlsin F. F neçədir? 8. Çıxsın K. 1. 4-dən 8-in cəmi 12. 12-dən 1-in çıxırıq, bərabər olur 11-ə. Cavabımız oldu 11. Y variantı. Yəni, halqalardan çıxan xətlərin sayını tapdıq. Sonra baxdıq ki, fərqli yoxdur. Keçdik ünvanlara. Ünvanlarda baxdıq ki, hər biri fərqlidir. Buna uyğun da sayda formada N-in, F-in, K-nın qiymətlərini tapdıq. Yerinə qoyub cavab variantını aldıq. Keçid edirik 90-cı suala. Qeyri-aşkar operatorla aid bir sualdır. Məsələ nədir? Biz 8-i 2/3 olaraq qəbul edə bilərik. 1-i biz 1/7 olaraq qəbul edə bilərik. 25-i biz 5/2 olaraq qəbul edə bilərik. Baxın, 3, 7, 2 hardan alındı bizə? Bərabərliyin sağ tərəfindən alındı. Onda 81-ə biz deyərik 3/4. Yaxşımı? Sual içərisində nə yazarıq? 4. Cavabımız oldu D variantı belə. Normalda bu necə həll olunurdu? Əslində normalda bizim bu operatorun yerində loqaritma dururdu. Loqaritma 2 əsasdan 8-ə bərabər olurduysa, sadəcə ola bilər ki, orta məktəbdə loqaritma ifadəsi sizin yadınızdan çıxar. Ona görə buranı silirdik. Deyirdik ki, 8 bərabərdir 2/3-ə. İndi buranı silək biraz sərgiyə salaq. İkinci qaydası da bu olsun. 8 bərabər idi 2/3-ə. 2-ni buraya yazırdıq. Qüvvətdəki 3-ə bərabərin sağ tərəfinə. 1-i biz 1/7 kimi yaza bilərik. Baxın, 1 gəlsin bura. Üzərindəki qüvvət isə gəlsin bərabərin sağ tərəfinə. 25-i biz 5/2 kimi yazırıq. 5 gəlir. Baxın. Sağ tərəfə. Üzərindəki 2 isə gəlir bərabərliyin sağ tərəfinə. Keçdik. 81-i biz 3/4 kimi yazsaq. Baxın, 3-ümüz buradadırsa bərabərliyin sağ tərəfinə bir dənə 4 yazacaq. Cavabımız olur yerində D variantı. Keçdik 91-ci suala. Riyazi əməllərə aid bir sualdır. İlk olaraq mötərizənin içərisindən başlayaq. 4 operator üstdən. Operatorumuz uyğun gəlib birinci sıraya. Onda A-nın yerinə 4, B-nin yerinə 3 yazırıq. A-nın yerinə 4, B-nin yerinə 3. 4-dən 3-ün cəmi 7, çıxanda 1-nə bərabər olur 6-ya. 4 operator 3 bərabərdir 6-ya. Keçir ikinci mötərizənin içərisindən 9 operator 2-yə. A-nın yerinə 9, B-nin yerinə 2. A-nın yerinə 9, B-nin yerinə 2. 9-dan 2-dən çıxır. 7 üzərinə 1 gəlir, bərabər olur 8-ə. 9 operator 2 də bərabər oldu 8-ə. Keçir sonuncu operatora. Solunda 6, sağında 8 var. Onda A-nın yerinə 6, B-nin yerinə 8 yazırıq. A-nın yerinə 6, B-nin yerinə 8. 1-dən 6-sını çıxanda -5, üzərinə 8 yazırıq, bərabər olur 3-ə. Deməli, 6 operator 8 bərabər oldu. Baxın, bu 3-ə. Cavabımız oldu 3. Keçid edirik 92-ci suala. Şifrələrə aid bir sualdır. Telefon sözünün şifrəsi verilib, nəzarət sözünün bizdən şifrəsini istəyir. Qaydamız bu idi ki, ilk olaraq rəqəmləri birdən ardıcıl olaraq düzürük. Yazırıq 1, 2, 3, 4, 5, 6, 7. Birdən başlayaq ardıcıl olaraq düzdük. Deyək, burada bilmirik, 2-ci sırada duran idi, yoxsa 4-cü sırada duran idi. Bu 2-ci sırada duran idisə, digəri 4-cü sırada duran idi. Lakin bu 4-cü sırada duran idisə, digəri 2-ci sırada duran idi. L 3-də durur, F 5-də, N 7, O 6, T isə 1-ci sırada durur. Nəticə etibarilə biz 2 dənə fərqli şifrə aldıq. Ona gətirik nəzarət sözünü 1, 2, 3, 4, 5, 6, 7 yazırıq. Birinci və ikinci şifrəyə uyğun olaraq kodlaşdırırıq. Buraya yazırıq 23, 57, 614. İkinci sırada duran hərfimiz Ə-dir, 3-də duran Z, 5-də duran R,
7'də duran T olsun. 6'da duran E, 1'də duran N, 4'də duran ise bizde olur. Baxırıq A variantı. Daha doğrusu A. Bu bizim birinci şifremiz. Dikkat etsək, bu hansına uygun gəlir bizdə? Baxın, üçüncüyə uygun gəlir. Keçirik ikinci şifrəyə. Buraya yazırıq. 43, 57, 612. 4'də A durur, 3'də bizdə Z durur, 5'də R, 7'də T, 6'da E, 1'də N, 2'də S. Bu da uygun gəlir bizdə 5-ciyə. Cavabımız olur 3 və 5. Test edirik 93-cü suala. Riyazi əməllərə aid bir sualdır. 5 operator 5'dən başlayaq. Operatorumuz birinci sıraya uygun gəlir. A-nın yerinə 5, B-nin yerinə 5 yazırıq. A-nın yerinə 5, B-nin yerinə 5. 5 ilə 5'in zəmi 10, 2'ye vuranda 20. Keçir ikinci sıraya. Operatorun sonuna, yəni B-nin yerinə 5 yazırıq. 2A-nın yerinə 10 yazmalıyıq. 2A 10'dursa A bərabər olur 5'ə. A-nın yerinə 5 yazırıq, B-nin yerinə 5 yazırıq. 3'ü 5'ə vururuq 15, üzərinə 5 gəlirik 20. 5 operator 10 da bərabər oldu 20'yə. 20 ilə 20'in cəmi bərabər olur 40'a. Cavabımız oldu 40. Test edirik 94-cü suala. 94-cü sualda 1, 4, 100 verib, 2, 7, 350 verib, 6, 6, 900 verib. İndi biz günəşin yerinə elə bir rəqəm yazmalıyıq və ya da elə bir ədəd yazmalıyıq. 1, 4 və həmin ədəd 100'ü versin. İlk olaraq 1'i 4'ə vursaq, eləyir 4. Gəlin onu 4'ə 25'ə vuraq görək. 100 alırıq, bəli alırıq. 2'yi 7'yə vururuq, alırıq 14. 14'ü 25'ə vursaq 350 ala bilirik. 6'nı 6'ya vursaq 36, 36'nı da 25'ə vursaq 900. Demək günəşimizin cavabı oldu bizə 25. Test edirik 95-ci suala. Sözlər arasındakı məntiqi əlaqəyə əsaslanaraq analogiyaya görə düzgün uyğunluğu seçin. Xəstəlik. Burada bizim 2 dənə xəstəliyimiz var. Anemiya və epizootiya. Epizootiyanı bəzən tələbələr xəstəlik kimi götürmürlər, amma heyvanlara məxsus bir xəstəlikdir. Onda xəstəliyi olur bir A və Y. Belə yazılır. Musiqi. Musiqi bizdə burada olar. Ariya və simfoniya. Musiqiyə yazırıq. B və C. Şəhər isə bizdə təbii ki Venesiya olar. Bu da D. Cavabımız oldu. A, Y, B, C və D.